Birinci söz, bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 38-ci kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Nə bilirsən? İnsanlar bir araya gələrək ailə qururlar və o ailələrdən əksəriyyətinin ilk arzusu, niyyəti ən yaxın zamanda övlad sahibi olmaq, evlərində öz nəsillərinin davamçılarını yetişdirmək olur. Beləcə, insanların çoxu şuuraltı fitrətin istiqamət verdiyi tərəfə yönələrək evlərində övlad böyüdürlər ki, bunlar da bir ailənin oğulları ya da qızlarıdır. Oğlan olsun, yaxud qız olsun. Övlad övladdır. Əslində övladın oğlan yaxud qız olmasının valideyn üçün heç bir fərqi yoxdur. Olmamalıdır da. Normal ailələrdə valideyn üçün onların ikisi də eyni cür əzizdir, qiymətlidir, vazkeçilməzdir. Çünki övladdır. Rəbbimiz övlada elə bir dad vermişdir ki, elə bir qiymət vermişdir ki, ona olan sevgimiz ancaq bizim Rəbbimizin özünə qarşı olan sevgimizdən sonra gələ biləcək bir gücə malikdir və biz Allahın Cəllə Cəlalı bu hökmünə qarşı çox acizik. Biz bizi yaradan Allah nə qədər çox seviriksə, ona olan ən müqəddəs, ən mübarək sevgimizdən sonra ikinci yerdə gələn sevgi də övlada olan sevgimizdir. Övlad çox şirindir, ancaq onu yeyə bilmirsən. Övlad çox acıdır, ancaq onu ata bilmirsən. Təbii ki, buradakı yeyə bilməmək, yaxud da ata bilməmək ifadələri məcazi məna daşıyır. Bu ifadələrin həqiqi mənaları ondan ibarətdir ki, sənin övladın yaxşı da olsa, pis də olsa, o sənindir. Səndən başqa heç kimin deyil. Səndən başqa heç kimə lazım da deyil. Odur ki, sadəcə sən onu yetişdirməlisən, böyütməlisən, tərbiyəsini verməlisən, onu həyata hazırlamalısan. İnsan olaraq anlayırsan ki, bu sənin övladındır. Bir şey ki, onun dünyaya gəlməsində sənin bir ana, yaxud bir ata kimi önəmli rolun olub, o zaman qəbul edirsən ki, sənin həyatında artıq yeni bir insan da var və sən onun taleyindən sorumlusan. Onu yetişkin bir insan həddinə gətirənədək onun bütün ehtiyaclarını ödəməli, tərbiyəsini verməli, qayğısını çəkməlisən. Əslində, insan bir valideyn olmağı qərara aldığı andan bütün bu məsələləri dərindən düşünməlidir ki, hər şeyi də lazım olduğu kimi anlaya bilsin, həll edə bilsin. O övladı sənə verən Allahdır. Lakin övlad sahibi olmanın məsuliyyətini anlamalı olan, bu məsələyə ciddi yanaşmalı olan da sənsən. Yeri gələcək, gecələri şirin yuxuya həsrət qalacaqsan. Yeri gələcək, xəstə övladınla xəstəxana köşələrində sürünməli olacaqsan. Yeri gələcək, bircə anlıq onun üzü gülsün deyə, varını yoxunu satıb, onun üzünü güldürən o şeyi ona almalı olacaqsan. Yeri gələcək, son tikəni də zorla onun ağzına tıxacaq, özün isə ac yatacaqsan. Bunlar hamısı bir valideynin yaşamalı olduğu həyatın iç üzüdür. Bəlkə gəndən baxanda bunların heç biri gözə görünməz, yada düşməz. Ancaq övlad böyütmək yolunda bir valideyn olaraq nələr çəkdiyini bir özün bilərsən, bir də Allah. Sən ancaq bir şeyi unutmamalısan. Sənin bir valideyn kimi övladına qayğı elədiyin fədakarlıqlar da, bəslədiyin biganəliklər də hardasa hesablanır. Bu hesabatın nəticəsi də bir gün mal deyil, pul deyil, qarşında dayanan övladın olacaq. Necə bir övlad yetişdirməyinin də sənin öz valideynlik borcuna nə qədər məsuliyyətlə yanaşmağının göstəricisi olacaq. Övlad yetişdirmək çox ağır zəhmətdir. İnsanın bütün ömrü bu yolda xərclənib gedir. Hər valideyn təkcə həyatını deyil, əldə elədiyi qazancını da, həyatda var olmaq üçün evinə girən ərzaq kimi, geyim-keçim kimi nemətlərin də ən yaxşısını övladına verir. Hər şeyin ən yaxşısını onun üçün ayırır. Birilərinin gün gələr, övlad da sənə eyni cür baxar, eyni cür qeydinə qalar dediyi, buna bənzər sözlər nə qədər çox olsa da, ləyaqətli övlad yetişdirmək qayğısı ilə yaşayan valideynlərin çoxu
belə hesab aparmaqdan çox uzaq olurlar. Onlar bunu düşünmürlər. Onlar sadəcə sevdikləri üçün övladlarına sahib çıxırlar. Onları həyatlarının ən qiymətlisi hesab elədikləri üçün övladlarını gözlərindən də sakınırlar. Onlar övlada olsa gələcəkdə Çin olacaq ən şirin arzuları kimi baxırlar. Övlad böyüyəcək, bir gün o da özünə yuva quracaq, o da övlad sahibi olacaq və bir ailənin övladları beləcə nəsildən nəsilə keçərək yollarına davam edəcəklər. Vəssalam. Övladından xüsusi bir mənfəət gözləməyən, təmiz vicdanlı valideynə qalan tək bir şey varsa da, o da ancaq budur. Sadəcə bu. Amma əgər bir gün övladın sənin çəkdiyin bunca zəhməti yerə vurarsa, gül sümbül əkdiyini düşündüyün yerdə qanqal bitərsə, əgər sənin valideyn haqqına nankörlük edərsə, sənin çəkdiyin o zəhmətin bəhrəsini başqasına yedirdərsə, əgər bir gün sənin övladın başqasının çırağını yandırarsa, əgər bir gün doğmaca övladın sənin dediklərini eşitməzdən gələrək başqasının dediklərini dəstəkləyərsə, onun dediyi ilə oturub durarsa, ki, həyatda bunlar da var, o nümunə gətirilən hallardan birinə rast gəldiyin zaman günahı ancaq özündə, öz tərbiyə metodunda, öz qərarlarında axtar. Bəlkə də sən övladını doğru düzgün yetişdirmisən, ancaq onun sonraki həyatı üçün lazımi şərtləri, lazımi ölçüləri məsələ halına gətirməmsən. Onları mühüm bir şərt kimi görməmsən. Sən övladının müstəqil həyat barədə dərs verəndə nəyisə düz eləməmsən ki, nəticə də belə olub. O an bir şok da keçirdəcəksən bəlkə. Ancaq şokun təsiri keçən kimi dərhal harda səhv elədiyini axtarmağa çıxmalısan. Ərinməyəcəksən. Uzun bir yola çıxacaqsan. Xəyalən də olsa, buraya qədər gəldiyin yolu bir də geriyə doğru getməyə başlayacaqsan. O yolu araşdıra-araşdıra, öz izinə düşərək, addım-addım geriyə doğru yürüyəcəksən. Bəlkə az gedəcəksən, bəlkə çox gedəcəksən, ancaq bir gün mütləq həmin o ciddi, zindan kimi ağır səhvi buraxdığın yerə gələcəksən. O yer bilirsənmi ömrünün hansı anıdır? O yer sənin övladına sərf elədiyin illərdir ki, o illərdə övlad səndən bir şey götürdüsə də, ancaq gördüklərini götürdü. Acı da olsa bu yerdə övlad səndən nə gördü ki, nə də götürsün deməyin yeri də var. Həqiqət budur ki, hər valideynin övladına verdiyi tərbiyə onun öz tərbiyəsinin davamıdır. Nə tapdım, nə itirdim kimi fəlsəfə hesabların nəticəsi də övladını yuvadan uçurtduğun günə denk gəlir. Halbuki o gün sənin üçün onu evləndirib ev edəcəyin, geniş dünyaya, sərbəst həyata buraxacağın gün idi. Sən o gün ən şirin arzunun Çin olacağı bir gündə idin. Və biləsən ki, həmin o müqəddəs hesab elədiyin arzunun həyata keçdiyi gün, ailəcə siz ən şirin arzularının Çin olmağa başladığı daha bir həyatın astanasında idiniz. O gün doğrudan da həm sənin, həm övladının ən mühüm anı idi. Bu, əslində elə bir vaxtdır ki, analar da, atalar da, övladlar da seçim etmək üçün eyni anda həyatlarının ən çətin imtahanına girirlər. Təəssüf ki, bunun belə olduğunu çox adam heç bilmir. Sən də bilmədin. Bilmədin ki, min bir zəhmətlə böyüdüb, boya başa gətirdiyin, bacardığın qədər doğru düzgün tərbiyə verərək buraya qədər gətirdiyin o övladın o günü, o anı əslində bir yol ayrıcı idi. Həmin gün övlad öz seçimini edərək sizi də arxasınca apardı. Hesab elə ki, buraya qədər düzgün istiqamət üzrə hərəkət edən, içində sizin də olduğunuz qatar, burada yoluna başqa səmdə döndərilmiş relslərlə davam eləməyə başlayır ki, o an bu sənin gözündən qaçır. Bir şey də düşün ki, əgər övlad tərbiyəsində vaxtı ilə çox şeyə diqqət eləməmsənsə, çox şeyi gözdən qaçırtmısansa, insan təbiətindən xas olan bəzi zəif cəhətlər bu fürsətdən istifadə edərək övladında yerini bərkitmişdir. Heç şübhəsiz ki, o zəif cəhətlər sənin övladını yanlış yola sürükləmək üçün uyğun zamanı gözləyirmiş. Ömürgün yoldaşını da beləcə başdan solu seçəndə, onun əxlaqından, tərbiyəsindən çox, varına dövlətinə qiymət verəndə, bilməlisən ki, əl-ələ verən bu iki gəncin hardasa bir yerdə doğru yoldan sapa bilmələrinin riski də var. Üstəlik belə gedərsə, lazımi tədbirlər alınmazsa, irəlidə onların yolunu kəsə biləcək bir uçurum da olacaq. Və bir gün bu ikisindən biri o uçurumdan təpəsi aşağı gələcək, o birini də özü ilə aparacaq. Halbuki sən əvvəlcədən də bilirdin ki,
Bir gün gələcək və min bir zəhmətlə yetişdirdiyin övlad sənin nəzarətindən çıxacaq, yetişkin insan kimi özü müstəqil qərarlar almalı olacaq. O isə bu günə hazır deyilmiş. Çünki sən onu bu günə hazırlamamısan. Barı bundan sonra yadında olsun ki, ən incə məqamda bu idi. Ən vacib məsələ də burada gizli idi. Ən böyük səhvlər də adətən bu yerdə edilirdi. Sənsə buna soyuq yanaşdın, diqqət eləmədin, övladının seçimini doğru yerə yönləndirmədin. Halbuki qapısına elçi getdiyin, qapına elçi göndərən adamların vəzifəsinə, malına, dövlətinə baxmayacaqdın. Onların inancına baxacaqdın. Allaha inanırlarmı? Allahdan qorxurlarmı? Təqva ilə, yəni abırlı həyalı yaşayırlarmı? Övlad gəncdir, səhv edə bilər. Bunlara diqqət etməyə bilər. Bu yaşda onların sevgidən gözləri görməz ola bilər, qulaqları eşitməz ola bilər. Bəs sən niyə diqqət eləmədin ki, oğlun necə bir qızla evlənmək istəyir? Yaxud qızın necə bir oğlanla evlənmək istəyir? Halbuki o an bəlkə də ən vacib məsələ məhz bu olmalı idi. Onların Allaha münasibəti. Övlad tərbiyəsində anadan, atadan qorxmaq da var ki, bu əslində övladın öz valideynlərindən çəkinməsi anlamına gəlir. Valideyn övladını dünyanın təhlükələrindən qorumaq üçün bəzən sərt də ola bilir, övlada yüngül cəzalar da verə bilir. Hər kəs də qəbul edər ki, valideynindən qorxmanın çox yerdə işə yaradığına bugünə qədər az şahid olmadıq. Bir də Allah qorxusu var ki, bir zamandan sonra imanlı valideyn öz hökmünü Allahın hökmü ilə əvəz eləməli, bundan sonrasını Allahın hökmləri ilə yürütməlidir. Övlad da bu yolla imana gəlir. Müslüman bir insan Allahdan, onun qəzəbindən qorxmalıdır ki, həyatını da bu qorxunun tənzimlədiyi düzən ilə sürdürsün. Söhbət qorxudan gedirsə, bu sıradan bir qorxu deyil. İnsan bəzən oddan, sudan, qaranlıqdan, nə bilim daha nələrdən qorxa bilir. Bunların hamısı insan təbiətinin zəiflikləridir. Bir də var mənəvi qorxu. Bu qorxu insanı ayıq tutan, həyatının heç bir yerində onun insanlıq çərçivəsini aşmamasına xidmət edən, bu qorxu sayəsində onu yolunu azmaqdan saxlayan bir qorxudur. Bu qorxu insanlığın xeyrinədir, onu qoruyur. Çünki dünyada da, axirətdə də hər şey buna bağlıdır. Gəncləri qınamağa qalxmazdan əvvəl gəlin özümüzü qınayaq. Çünki qəbul eləməliyik ki, hər şey başlanğıcını bizdən alır. Deyək ki, gənclər sevginin sərxoşluğu ilə pisi yaxşıdan seçə bilmədilər. Birinin malı, dövləti, villası, maşını, digərinin də çox bahalı cehizi, yüksək vəzifəli atası onların gözlərini bağladı. Bəs sən hara baxırdın ey valideyn? Niyə hər şeyə baxdın, təkcə o gəlinin, yaxud o kürəkənin Allaha bir bağı varmı? Buna baxmadın. Həmişəki kimi bizi yaradan Allaha münasibət yenə də son yerdə qaldı demək də olmur. Heç yada da düşmədi. Var idimi o bağ? Var idisə onu hansısa əlamətindən, hansısa nəmnişandan görüb tanıdınmı? Axı istər qız olsun, istər oğlan, mömin insan xarici görüşündən də başqalarından seçilirdilərmi? Bilirsənmi ey valideyn? Bu dünya çox möhtəşəm toylar gördü, çox bahalı cehizlər, zinət əşyaları, maşınlı, təyyarəli, villalı evliliklər gördü. Belə təmtəraqlı düyünlərin sonu konsert salonlarında, idman meydanlarında, ən görkəmli şadlıq saraylarında keçirməklə dillərə dastan oldu, yaddaşlarda qaldı. Onlar bir növ məşhur müğənnilərin keçirdiyi konsertləri xatırladırdı. Ancaq heç kim bilmədi ki, bu cür evliliklərin ömrü nə qədər qısa oldu. Bu zümrədən olan evliliklərin ən qısa zaman içində gizlincə ayrıldıqları da bir müddət sonra ancaq bulvar qəzetlərinin səhifələrində, dedikodu proqramlarında keçən xəbərlərdən aşkara çıxır. Bu da sir deyil ki, bu qəbildən olan şahşahlı toyların son aqibəti o tip qəzetlərin, o cür proqramların bəzəyi dedikodu mövzusu olmaq olur. Son nəticə olaraq bir müddət əvvəl evlənmiş, az sonra boşanmış bir ailənin məhrəmi də ağızlarda saqqız kimi çeynəndikcə çeynənir. Səbəb nə idi görəsən? Nələri çatmırdı? Bəs nə oldu o var dövlətə? Nə oldu o sevgiyə, məhəbbətə? Nə tez bitdi? Hara getdi? Bu ayrılığa səbəb nə oldu? Bu suallara cavab olacaq çox səbəblər tapmaq olar. Ancaq əsl səbəb onların heç biri deyil. Əsl səbəb onların dinsiz, imansız olmalarıdır. Allahı unutmalarıdır. Onu yox saymalarıdır. Səbəb hər zaman budur. Bu dəfə də buna səbəb Allahın yer adlı məkanında ən əxlaqsız bir toy nümunəsi həyata
keçirtmək idi. Spirtli içkilərin, şit bayağı musiqilərin, yarıçılpaq insanların eybəcər rəqsləri ilə yarış keçirdikləri bir cıdır düzü. O meydanda dinsiz, imansız bir gəlinin, yaxud da öz gəlinin hərəkətlərindən belə xəbəri olmayacaq qədər öz üzərində kontrolu itirmiş sərxoş kürəkənin çıxartdıqları əzəbsizliklər idi. Səbəb budur. Azdırmı deyəcəksən? O zaman sən bu mənzərəyə bir də Allahın gözü ilə bax. Onun hökmlərini və sənin öz gözünlə gördüklərini bir də bu baxımdan müqayisə elə. Onu da düşün ki, bu iki durum bir-birindən nə qədər uzaq olarsa, bu gənclərin sonrasında alacaqları yaralar da bir o qədər dərin olacaq. Belə toylarda, belə evliliklərdə heç vaxt xeyir-bərəkət olmur. Bugün evlənirlər, 6 ay, 1 il sonra da boşanırlar. Bu gedişlə də son 10 illiklərdə cəmiyyətlərdə epidemiya kimi yayılan ən böyük bəla da bu oldu. Boşanmalar. Ey valideyn, sən özün də bu məqama diqqət eləsən, qəbul edərsən ki, müasir toylar əslində böyük bir meyxanadır. Orada ağ gəlinliklə, hər cür zinət əşyaları ilə bəzədilmiş, adına da gəlin deyilən gənc bir qız özlərini bilməyəcək dərəcədə sərxoş olan yad kişilərin qarşısına çıxardılır. Başda öz əri olmaqla sərxoş insanların qarşısında göbək rəqsinə bənzər ədəbsiz rəqslər eləməyə başlayır. Və bu ədəbsizlik bütün toy boyunca davam edir. Buna bir dur deyən, yetər deyən tapılmır. Halbuki bu qız həm tərk elədiyi ata evinin, həm də gedəcəyi ər evinin namusudur. Dərdə bax ki, belə bir əxlaqsızlıq zəhərli ilan kimi artıq hər kəsi çalmış, zəhərini insanların qanına, canına hopturmuşdur, beyninə hopturmuşdur. Kiminsə ruhu da bugün bunu duymur ki, elin ən tərbiyə qızını da öz toyunda həmin o şərəfsiz təşkilatçılar əl birliyi ilə bir rəqqasəyə, bir həyat qadını səviyyəsinə endirirlər. Üstəlik qızın doğma valideynləri də bununla öyünürlər. Bax ki, bu əxlaqsızlıq hər gün biraz da həddini aşağı-aşağı özlərini müsəlman adlandıran bir cəmiyyətdə çoxdan norma halını almışdır. Biriləri bu normaya qarşı çıxsa, o qarşı çıxanları bir gün bəlkə vurub öldürə də bilərlər. Çünki müasir cəmiyyətlərdə adına toy deyilən bu tamaşalardan feyziyyab olanların sayı olduqca çoxdur. Hələ artdıqca da artır. Toy sahibi onları məmnun eləmək üçün nə qədər çox xərc çəkirlərsə, bu meyxanaların fəaliyyətindən məmnun qalanlar da bu gözəl adəti illər uzunu yaşatmaq üçün əllərindən gələni eləməyə çalışırlar. Bu baş verən rəzalətin günahı da yenə də toy sahiblərinin boynuna düşür. Çünki bu ədəbsizliyə, bu əxlaqsıza şərait yaradan yenə də Allahdan qorxmayan valideynlərdir. Əgər Quran-ı Kərimin içindəkilərdən azacıq xəbəri olan varsa, bircə dəfə o məlum şeytanın Allahla Cəlləl dediklərini, artıq dillərə dəstan olan o məşhur sözlərini yadına salar. Mənə qiyamət gününə qədər möhlət ver. Mən sənin haqq yolunun üstündə oturacağam, sənə inanan qullarına sağlarından, sollarından, önlərindən, arxalarından təsir edərək onları yoldan çıxardacağam. Cəhənnəmə vasil edənə kimi də əl çəkməyəcəm. Onları cəhənnəmə qədər arxamca aparacağam. Baxsana, bugün gözümüzün önündə eyni şeylər yaşanmırmı? Ona da diqqət elə ki, şeytanın kafirlərlə işi yoxdur ha. Çünki bilir ki, onsuz da onlar cəhənnəm əhlidirlər. Şeytanın işi yalandan da olsa Allaha inandıqlarını söyləyənlərdir. Şeytan min bir dona girərək iman sahiblərini, qəlblərində zəif də olsa imanı olanları hədəf seçir. Lənətullah yaxşı bilir ki, imanı zəif olanlar, dilləri bir şey deyib, gözlərində də başqa şey gizləyənlər yoldan çıxmaq üçün bir bəhanəyə bənddirlər. Onlar əvvəl-axır bir yerdə mütləq büdrəyəcəklər, yıxılacaqlar, nəhayət onun toruna düşəcəklər. Ətrafımızda bu qədər hiyləgər insi və cinsi şeytanlar qaynaşırkən bizə də ayıq olmaq, hər addımıza diqqət eləmək düşər. Ey valideyn, əksi halda buraxacağımız səhvlərin cəzası çox ağır olar. Bir gün gələr ki, bir ömür boyu çəkdiyin zəhmətin nəticəsi böyük bir xəyal qırıqlığı olar. Heç bilirsənmi ey valideyn, sən o səhvi harda, nə zaman elədin? Günümüzdə xocaların və din alimlərinin belə bir nəsihəti, bir xəbərdarlığı var. Sən də xatırlayarsan. Onların bu məqama diqqət edin, ey valideynlər deməkdən dilləri qabar olmuşdu. Sən isə məhz bu məqamı gözdən qaçırtdın və o qaçırdan valideynlərdən daha biri oldun. Halbuki sənin yola saldığın qızının gedəcəyi o evdə də
evinə qəbul edəcəyin gəlinin arxada qoyub gəldiyi ata evində də sən ancaq bir şey axtaracaqdın. O da təkcə iman olmalı idi. Təkcə iman. Allaha iman, onun rəsuluna iman, onun kitabına iman, axirətə iman, cənnət və cəhənnəmə iman. Bunlar olmazsa bir insanın bir heyvandan nə fərqi olar? Görmürsənmi imanın olmadığı yerlərdə insanlar necə də heyvana dönüşürlər? Heyvanların davranışlarında hələ bir ölçü, bir sınır qalmışdır. Heyvana dönüşən insanların davranışlarında isə artıq nə ölçü var, nə sınır var, heç bir şey yoxdur. Halbuki hər şey başqa cür də ola bilərdi. Bəlkə o gün sən qızını qapına elçi göndərən o sadə, əli Quranlı mömin ailənin oğluna versəydin, ya da bəlkə o gün oğluna o sadə həyat tərzi sürən, günü namazda niyaza keçən o mömin qonşunun əxlaqlı, tərbiyəli qızını alsaydın, indi hər şey də başqa cür olardı. İndi sənin çox böyük zəhmət bahasına yetişdirdiyin övladının da isti yuvası, halal ruzusu, əxlaqlı oğul-uşağı, bundan da önəmlisi, onların hər ikisinin axirət yurdunun cənnət bağçasında bir evi də olacaqdı. Nə bilirsən? Allahu aləm son. Bir xatirə. Tut ağacı. Qara tut. Həyətimizdə 3 tut ağacı var idi. Atam evin lap önündə, üzümlükdən düzəldilmiş çardağın altında dörtkünc bir sahəni asfaltla örtüb orada oturmaq üçün köşk düzəltmişdi. Köşkümüz qədimdən qalma dəyirmi iri masadan, bir də elə bəlkə də onun yaşıda olan 5-6 stuldan ibarət idi. Bu çardaqaltı oturma köşkləri hər üzümlüyü olan qonşu həyətdə demək olar ki, eyni idi. Yayın ortasında çölbayır istidən ot tutub yananda belə kölgəlikdə oturub samavar çayı içməkdən gözəl şey yox idi. 3 tut ağacından birincisi, ən köklüsü, ən qol budaqlısı tərs kimi lap bu köşkə bitişik idi. Niyə görə tərs kimi deyirəm? Ona görə ki, məhz bu tut ağacı qara tut ağacı idi. Həyətlərində qara tut ağacı olanlar artıq anlamalı olmalıdırlar ki, mən nəyi nəzərdə tuturam. Bu məhsul verən bu ağacı nə qədər sevsək də, onun yaratdığı problemlər hər kəsin səbrini daşırırdı. Elə yenicə həvəsə gəlib süfrəni salırdıq ki, gözəl bir çay dəstgahı qurub hamını belə toplayaq. Biz stəkan nəlbəki gətirənə kimi çıxıb görürdük ki, süfrə barmaq boyda qara tutla doludur. O tutu süfrədən toplayanda baxırdıq ki, ağ süfrə bənövşəyi ləkələrlə örtüldüyündən tanınmaz hala qalıb. Həyat bacanı islahatdan çıxarmağı olmasaydı, dadından doymadığımız bu tutun misli yox idi. Digər ki, bu qara tutun ucbatından qonaqlarımız da həyətdə oturmaqdan boyun qaçırır, şüşəbəndə keçənə kimi də nə qədər təlaş keçirirlər. Çünki bilirdilər ki, qara tut həyətimizə gələn hər kəsi bəzəmədən buraxmayacaq. Bu səbəbdən də yay boyu həm gəlib gedənlərin yanında pis vəziyyətə düşürdük, həm də günümüz tuta bulmuş həyəti, ləkə düşmüş paltarları, xallı süfrələri yumaqla keçirdi. Hər kəs bundan bezirdi, hər ağızdan bir avaz gəlirdi. Çoxumuz deyirdik ki, artıq bu ağacı kəsmək lazımdır. Çünki qara tutun bizi yoran zəhmətindən də bezmişdik, qara tutundan da. Nə qədər barını yeyib şirinliyindən nəzət alırdıqsa da, yenə də qara tut bizim günümüzü qara eləyirdi və biz 2 günün biri ona ölüm hökmü çıxardırdıq. Təkcə atam buna razı olmazdı. Deyərdi ki, bar verən ağacı kəsmək ən böyük günahdır. Tut ağacı, ağ tut. Həyətimizdə 3 tut ağacı var idi. Biri qara tut idi ki, nə qədər özünü öldürüb bol bəhrə verirdisə də, bəxti yox idi. Sevilmirdi ki, sevilmirdi. Qara tutdan o yana 2 ağ tut ağacı var idi. Onlar da bol məhsul verirdilər. Ancaq bəhrələri qara tut kimi şirin olmazdı. Ağ tutun da məhsulu elə bir ucdan geçir, bir ucdan da tökülürdü. Ağ tutun çoxunu yerdə qarışqalar yeyirdi. Bizim bu tut ağacından aldığımız ləzzət başqa idi. Bu tut ağacları yaşlı ağaclar olduqlarından çox hündürə qalxmışlar. Atam da bizim üçün onların ikisinin boynundan asılmış yelləncək düzəltmişdi. Bu yelləncək sürət yığanda o qədər yüksəyə qalxırdı ki, bizim hündür çəpərimizin bərabərinə çatırdı. Hər dəfə yelləncək çəpərin bərabərinə çatanda qonşu həyətləri də, o həyətlərdə baş verən hadisələri də görürdük. Arxa həyətdə bitib tükənməyən qaynana gəlin qırğınlarını görür, bir-birinə dedikləri acı sözləri, elədikləri qarğışları eşidirdik. Önümüzdəki həyətdə isə orta yaşlarda çox lovğa qadın olan ev sahibəsi ilə müxtəlif institutlarda təhsil alıb bu xanımın evində kirayədə qalan
5-6 gənc oğlan tələbənin elə hey nə isə danışıb güldüklərini görürdük. Ata-anamızın bundan xəbəri yox idi. Hər iki həyətin sahibləri elin gözündəki tərəzidə öz qiymətlərini itirmişdilər. Arxa həyətin sahibi anası ilə arvadının böyük-kiçik bilmədən, qonum-qonşu saymadan bir-birinə elədikləri hörmətsiz münasibətlərin öhdəsindən gələ bilmədiyindən, öndəki həyətin yüksək vəzifəli sahibi isə xanımının bu gənclərlə bu cür ünsiyyətdən xəbəri olmadığından hər iki mövzu nə vaxt idi ki, elin dilində dolaşırdı. Bir dəfə biz günün qızmar hissisindən qaçıb eyvanda elə xalçanın üstündə uzanmışdıq. Atamla anam bizi yatmış bilib həyətdə öz aralarında bu dedikodu barədə lap yavaşca söhbət edirdilər. Mən tez qalxıb gəldim, yellənərkən gördüklərimi onlara danışdım. Bununla da böyük bir igidlik elədiyimi düşündüm. Atamı isə tək məni yox, bacılarımı da çağırıb bərk danladı, başqalarının həyətinə baxmağın tərbiyəsizlik olduğunu söylədi və elə həmin gün yellənçəyi kəsib atdı. O gündən 2 tut ağacı bizim üçün öz əhəmiyyətini itirdi. Son. Bir hekayə. Dağlar şahidim olsun. 10 il bundan əvvəlin söhbətidir. Mənim bir qəzetdə müxbir işlədiyimin 6-cı ilidir. Qəzetimiz cəmiyyətin sayılan, sözü keçən qəzetlərindən sayılsa da, təkcə elə orada çalışanlar bilirdilər ki, bizim işimiz, gücümüz ancaq elə nüfuzlu dövlət məmurlarının ərköyünlüyü, hökmü altında sifarişli məqalələr yazmaq idi. Əgər bizdən birinə Allah gözəl yazmaq qabiliyyəti vermişdisə də, bu qabiliyyət kökündən yalan üzərində qurulmuş, əslində tamamilə başqa cür baş vermiş, heç də xoş olmayan hadisələrin saxta yolla müsbət və inandırıcı bir mətnə çevrilməsinə sərf edilirdi. Ya da bu durumun əksi baş verə bilirdi. Yəni, ya gözəl bir hadisəyə qarayaxma yazmaqdan, ya da hansısa bir şərəfsizə haqq eləmədiyi təriflər yağdırmaqdan ibarət olurdu işimiz. Başqasını bilmirəm, ancaq mən burada çalışdığım bu 6 ili ürəyimdə bir vicdan əzabı çəkə-çəkə yaşadım. Günlərin bir günü redaktor məni yanına çağırıb dedi, Kamran, səni ezamiyyətə göndərirəm. Bilirəm, sən rayonlara ezam olunmağı sevmirsən, ancaq insaf da dinin yarısıdır. Hər dəfə həmkarlarından biri gedir. Bu dəfə də sən get. Mən bu xəbərə üz-gözümü turşutdum. Ay Vidadı müəllim, özünüz də yaxşı bilirsiniz ki, burada məsələ sevib-sevməmək deyil. Mən getmirəm çünki gedə bilmirəm. Siz Allah, sizdən artıq dərəcədə xahiş edirəm. Bu darmacalda məni dağa daşa salmayın. Vəziyyətimi bilirsiniz. 2 uşağı məktəbə, həm də ayrı-ayrı növbədə məktəbə aparmağım var. Xəstə atasına baxan yoldaşımın sifarişlərini alıb aparmağım var. Evin əyər-əksini həll eləməyim var. Bilmirəm neçə yerə parçalanım. Bir də bu boyda məsuliyyəti bir kənara atıb harasa uzaq bir rayona getməyimi məndən istəməyin. Siz bu durumda bunu necə təsəvvür edirsiniz? Bu nə qədər doğru olar? Elə onu istəyirsiniz ki, ailəm tamamilə dağılıb getsin? Həmişə mənim səbəb gətirdiyim bu ailəvi problemlərimi özünün ağır tənələri ilə qarşılayan Vidadi müəllim bu dəfə üzümə diqqətlə baxıb soruşdu. Abala, siz niyə o xəstə kişiyə bir baxıcı tutmursunuz ki, özünüzü də bu əziyyətdən qutarasınız? Nə zamana qədər belə yaşamaq olar? Nə ailə kimi ailəsiniz, nə də sən burada işini də lazımi şəkildə yerinə yetirə bilmirsən. Bir dəfə də sən məni anla da, mən ancaq səni düşünə bilmərəm axı. Səndən başqa gör burada nə qədər adam çalışır. Onlar artıq dilə gəliblər, haqlıdırlar da. Deyirsiniz, mən hansı pulla tutum o baxıcını? Verdiyiniz maaşı özünüz bilirsiniz. Nəyə çatır ki? Kişi bir anda tutuldu. Neyləyim atam balası? İmkanım buna çatır, bunu da verirəm. Göy özüm səndən çox qazanıram. Mən də eyni maaşı alıram da. Əgər hərdən biraz şirinlik verən olursa, özün şahidsən ki, onu da sizinlə bölüşürəm. Mən daha bundan artıq nə eləyə bilirəm? Bilirəm, sizi qınamaq üçün demədim. Ancaq siz də inanın ki, mən o ezamiyyətə gedə bilmirəm. Uşaqları neyləyim? Yoldaşımın alış-verişini kim eləsin? O kişinin dava dərmanını kim alsın? Kamran, elə danışırsan ki, sanki mən səni bir həftəliyə göndərəm. Abala, belə vacib işlərim var. Səhər get, axşama kimi işini gör, axşam da qayıt gəl də. Qəribə adamsan, millət yalvarır ki, indi ki ezamiyyətə getməliyəm, mənə bir həftə vaxt verin ki, heç olmasa fürsətdən istifadə edib kənd havasında biraz dincəlim. Səndə hər şey tərsinədir. Neyləyim, keyfimdən eləmirəm ki. Bax oğlum, nə eləyirsən, necə eləyirsən, ancaq sən bu dəfə bu ezamiyyətə get. Get ki, məni kollektivin ağzından qutar. Onların da sözlərində haqq var. Hər kəsin ailəsi də var, dərdi-səri də var. Ancaq necəsə hər şeyi yoluna qoya bilirlər. Hara lazımdırsa gedirlər. Sən də bir yolunu tap.
O gün Vidadi müəllimin sözünə söz tapa bilmədiyimdən bu ezamiyyəti qəbul etmək zorunda qaldım. Ancaq aradan bir neçə il keçəndən sonra o günü bir də yadıma salanda özüm də qəbul elədim ki, bu səfər sadəcə bir ezamiyyət deyilmiş. Əslində mənim üçün Allahın açdığı yeni, daha xeyirli bir yol imiş. O bircə günlük səfər həyatımı elə dəyişdi ki, mənim üçün elə bir göydən düşmə nemət oldu ki, məni 6 illik əzabdan da, kasıbçılıqdan da bir dəfəlik qurtardı. Üstəlik mənə elə bir azadlıq, elə bir sərbəstlik verdi ki, bundan belə mən ancaq göydə Allaha, yerdə də özüm özümə tabe oldum. Nə yazırdımsa artıq Allahdan başqa heç kimə hesabat vermirdim. Heç kimə tabe olmurdum. Hər işimdə ancaq özümə hesabat verirdim. Öz istədiyimi həm də özüm istədiyim kimi yazırdım. Bu həm huzur idi, həm bərəkət idi, həm də əsl azadlıq idi. Elə bir azadlıq idi ki, mən ondan sonraki həyatımda o günə hər gün şükür eləməkdən yorulmuram. Məhz o gün Allah bərəkət qapılarını üzümə açmışdı. Bu yerdə mən Allahı inkar edənlərə, inançsız ömür sürənlərə ürəkdən acıyıram. Çünki onlar elə böyük bir mərhəmətdən, elə bir böyük nemətdən xəbərsizdirlər, elə bir bərəkətdən məhrumdular ki, getdikləri o yanlış yollardan bircə dəfə Allah deyib dönsələr, başlarına qar kimi bərəkət yağar. Mən artıq o bərəkətin dadını da, qiymətini də bilirəm. Əlhəmdülillah. Mən Şamaxının ən ucqar, ən yüksək yerdə yerləşdiyi üçün keçilməz yolları olan dağ kəndlərindən birinə ezam edilmişdim. Orada keçmişdə nazir olmuş bir təqaüdçünün yaratdığı şəxsi təsərrüfatdan geniş bir məqalə yazmalıydım. Bu məqalə də sifarişli olmalıydı. Ancaq ora gedib sözü gedən təsərrüfatı öz gözlərimlə gördükdən sonra qəbul elədim ki, bu maraqlı insandan, onun hobbi kimi başlatdığı, sonra ciddi bir təsərrüfata çevirə bildiyi bu fermadan, yaxud fabrikdən çox maraqlı bir məqalə yazmağına hər halda dəyərdi. Görünürdü ki, 68 yaşlı bu kişi doğrudan da nazir işlədiyi dönəmdə yaxşı rüşvət almışdısa da, ancaq insafla o pulların hamısını ortaya qoyaraq xeyirli bir işə, maraqlı, səliqəli, həm də fikir baxımından ağıllı bir təsərrüfat qurmağa sərf eləmişdi. Dağ kəndinin geniş ərazisindəki əkin yerlərini nə yollasa ələ keçirmiş Hüseyn müəllim, bu ucqar yerdə həm özü üçün, həm də yaratdığı ferma fabrik, tarla təsərrüfatındakı iş sisteminin uğurlu işləməsi üçün, yaxşı gəlir gətirməsi üçün, ən nəhayət stabil iş rejimini ayaqda saxlamaq üçün hər cür şəraiti yarada bilmişdi. Bu böyük, səliqəli təsərrüfatı öz gözlərimlə gördükdən sonra fikirləşdim ki, bizim məmurları vaxtında təqaüdə göndərmək lazımdır ki, nazir kimi çalışdıkları müddətdə o halal haram bilmədən yığdıqlarını sonradan bu cür xeyirli işlərə sərf eləsinlər. Həm özlərinin başları qarışsın, həm də yanlarında çalışanlara çörək versinlər. Mənim şahid olduğum, kiçik desək də kəndin yarısını tutmuş bu təsərrüfatda nəinki bu kəndin cəmaatı, həm də oradan-buradan gələn gənclər də özlərinə iş yeri tapmışlar. İşin ən təqdirlayiq tərəfi o idi ki, keçmiş nazir işi elə qurmuşdu ki, fabrik, ferma saat kimi işləyir, xeyir gətirir, hamı da razı qala bilirdi. Təsərrüfat fərqli istiqamətlərə yönələn 3 hissədən ibarət idi. Birinci hissə çox da böyük olmayan bir fermadan ibarət idi ki, burada həm Hollandiyadan gətirilmə cins inəklər, həm də yerli cins inəklərdən ibarət süd inəkləri saxlanılırdı. Fermanın tərkibində fəaliyyət göstərən yığcam fabrikdə inəklərdən alınan südün emalı prosesi gedir. Burada süd, qatıq, qaymaq, yağ, pendir və sairə istehsal olunur, qablaşdırılır və Bakıya yola salınırdı. Təsərrüfatın ikinci hissəsi tarlalar idi. Kəndin əkin sahələrindən bəzisini almış, bəzisini icarəyə götürmüş keçmiş nazir burada əsasən qarğıdalı və günəbaxan əkir. Ferma təsərrüfatının üçüncü hissəsinə aid olan daha bir kiçik fabrikdə də bu məhsullardan yağ istehsal edirdi. Keçmişdə necə bir nazir olduğu barədə heç bir fikrim olmasa da, özüm görürdüm ki, bu kişi məhz burada öz yerindədir. Neçə il əvvəl həyat yoldaşını itirdikdən sonra dul qalmış, evlənməkdən vaz keçərək özünü bu sevdiyi işə vermiş keçmiş nazirin bugünkü halı məndə ona qarşı bir rəğbət, bir hörmət oluşturdu. Anladım ki, bəlkə də Respublikanın bugünkü bərbad vəziyyətindən çıxış edərək bu kişinin nazirliyini qınaya bilərdim. Ancaq gözümlə görüb şahidi olduğum indiki durumda mən onun necə bir təsərrüfat sahibi olduğunu ancaq təqdir edə bilərəm.
Mən o sifariş olunmuş məqaləni yazdım. Həm də öz istədiyim kimi, yalansız palansız yazdım. Nə gördümsə bəyəndim, bəyəndiyim kimi də yazdım. Düşündüm ki, qoy bu məqaləni oxuyan indiki nazirlər də bundan bir dərs çıxartsınlar. Vaxtında postlarını tərk edib getsinlər. Topladıkları pulları xeyirli işlərə sərf eləsinlər. Öz xeyirləri üçün başlatdıkları iş yerində millətin kasıb təbəqəsinə də iş versinlər, maaş versinlər. Bu yolla da çirkli pullarını yuyub təmizləsinlər. Günortanın qovurucu istisində kölgəlikdə oturub çay içirdik. Mən axşam geri dönəcəyimi söyləmişdim ki, Hüseyn müəllim məni layiqincə yola salmaqdan ötürü əməlli başlı əl-ayağa düşdü. Xüsusi bir hazırlığa başladı. Əvvəlcə bir quzu kəsdirdi. Ondan kababdan tutmuş neçə cür xörək hazırlatdı. Hüseyn müəllimin özünə və işçilərinə yemək hazırlanan böyük mətbəxdə kəndin ən yaşlı, ən usta aşpazlıq qabiliyyəti olan qadınları çalışırdılar. Yediyim yeməklərdən nəticə çıxardaraq deyə bilərəm ki, onlar kənd mətbəxində görünür dədə-babadan qalan ən dəyərli, ən xeyirli sirləri bilən qadınlar idilər. Hüseyn müəllim bu işdə də çox tədbirli tərpənmiş, xeyir-bərəkətin sirrini hər işdə Qərbin, Avropanın əsli kökü bilinməz dəvinə uyan gənclərdə deyil, öz işinin xeyir-bərəkətinə qiymət verən, onu qoruyub saxlayan yaşlı nəsillərdə axtarmış, ağzının dadını da bu yolla tapmışdı. Axşam saatlarına süfrəyə oturduq, yedik, içdik. Vaxtı gəldi, mən geri qayıtmaq üçün ev sahibi ilə görüşməyə qalxdım. Hüseyn müəllim məni Qadir əmi adlı yaşlı bir sürücünün müşayiət ilə yola salacağını deyəndə düzü mən çox sevindim. Mən bura yol maşını ilə gəlmişdim. İndi də yorğun arğın, əvvəlcə maşın tapıb Şamaxıya getməliydim. Oradan da avtobusa minib Bakıya qayıtmalıydım. Hüseyn müəllim mənə öz təsərrüfatından Mercedes markalı maşını və onu ustalıqla sürən Qadir əmini təklif edəndə bütün günün yorğunluğunu unutdum. Sevincək hamı ilə görüşüb maşına mindim. Maşın kəndin çala-çuxurundan keçib asfalt yola çıxdı. Qadir əmi bu yolların baxımsızlığına biraz girəyləndi. Mən də səbəbi onlarda gördüyümü ifadə edən bir neçə cümlə ilə söhbətə körpü qoydum. Bəs niyə bu yollara bir əncam çəkən yoxdur? Yol çox vacib şeydir. Həm də bir dəfə yolu yaxşıca çəkirsən, sonra ən azı 10 il işlədirsən. Nə əcəb Hüseyn müəllim buna bir çarə qılmayıb. Necə olsa onun da işi bu yollardan keçir. Qadir əmi bığının altından gülümsəyib dedi. Ay oğul, bilirsən sənin kimi bizi, Hüseyn kişini nə qədər qınayanlar olub? Onlar bu kişini qınayanda heç ağıllarına da gəlmir ki, bu kənd yolunu hər 3 aydan, 6 aydan bir dövlət eləyəndə dövlət, eləməyəndə də bu kişi düzəltdirir. Ancaq bu yollar qalmır, uçulub gedir. Niyə? Səbəb nədir ki? Səbəb sel, yağış suları, dağlardan axıb gələn palçıq axını. Buna bir çarə eləmək olmazmı? Olar, niyə olmur? Milyardlarla pul xərclənər, bu dağların bağrı yarılar, tunellər, körpülər, düzgün təmiz yollar çəkilər, o sel sularına da kanallar açılar. Çünki o sular gəlməlidir, gələcək də. Deməli, o sellərlə də hesablaşmaq lazımdır. O zaman da yollar təp-təzə qalacaq, insanlar da bu zülmdən qurtaracaq. İndi mən soruşum, sən də de görüm. Bu dövlət, bu balaca, heç bir əhəmiyyəti olmayan dağ kəndi üçün o milyardlarından keçər? Mən də cavab verdim. Keçməz. Ay atan rəhmətli, keçməz. Keçmir də. Odur ki, sən də, mən də bu yolu ömür boyu belə yırğalana, ürəyimiz, böyrəyimiz çalxalana gedib gələcəyik. Belə bir cavabdan razı qaldın oğul bala, qaldım. Burada söhbət qırıldı. Mən də gözümü yumub mürgüləydim. Birazdan elə bir çalxalanma baş verdi ki, mən gözümü açıb özümü sıldırımın ən kənarında gördüm. Aşağı baxdım, nəfəsim kəsildi. Ürəyim ağzıma gəldi. Qorxduğumu Qadir əmi də anladı. Arxayın dedi. Qorxma bala, Lal gəlinin dərəsidir. Buradan ancaq bu şəkildə keçmək mümkündür. Lal gəlinin dərəsi? Hə, bu nə qəribə addır. Bunun bir hekayəsi də var yəqin. Olmazmı? Əlbəttə var. Hekayəsi də var, qəhrəmanları da var. Hələ istəsən o hekayəni yaşayan böyük bir nəsil də var. Mən hekayə sözündə ilişib qaldığım üçün Qadir əminin dediyi o biri sözləri qulağımdan buraxdım. Tez dedim. Yolumuz uzun ikən sənə zəhmət Qadir əmi, danışsana o hekayəni. Sənin əzin xətrin üçün danışım da.
Qadir əmi maşını o qədər rahat, elə bir ustalıqla sürürdü ki, qısa zaman içində xasiyyətindəki təmkinə, səbirə də şahid olduqca, onun bu uzun hekayəni ən xırda detallarına kimi asta-asta anladacağına heç şübhəm olmadı. O səsindəki mülayim bir tonla tələsmədən söhbətə belə başladı. O vaxt mənim də gənclik illərim idi. Bu hekayənin baş qəhrəmanlarından biri olan Nərman da mənimlə eyni yaşda idi. İkimiz də subay idik. Hələ ata çörəyi yeyirdik. Bizim qoyun sürülərimiz var idi. Var idi deyəndə elə indi də var. Ancaq bizim sürümüzlə indi mənim kiçik qardaşım məşğul olur. Mən o işi çoxdan buraxdım. Hə, onu deyirdim axı. İkimizin də atası çobanlıq edirdi. Heyvan özümüzün olduğundan atalarımız kənddə 5 kişidən biri, biz də təminatlı ailələrin oğulları idik. Kamran bala, bu yerdə mən sənə bir söz deyəcəyəm. Diqqətlə qulaq as, həm də sözümdən incimə. Mən tez cavab verdim. Yox, yox, niyə incim ki? Qadir əmi sözünə davam elədi. Bax oğlum, düzünü demək gərəkirsə, sən də qəbul edərsən ki, siz şəhər əhli bizlərə, yəni çobanlara gendən baxanda biz çobanları kasıb, həyatın dibində olan insanlar kimi tanıyırsınız. Yəni belə təsəvvür edirsiniz. Ancaq bu kökündən doğru deyil. Doğrudur ki, başqasının sürüsündə çobanlıq edən insanlar doğrudan da kasıb olurlar, sürü sahibinin verdiyi maaşla dolanırlar. O məcburiyyətdə qalırlar. Ancaq əsl çobanlarda, yəni sürü sahibi olan əsilli nəsilli çobanlarda vəziyyət belə deyil. Onlar özləri öz mallarının həm ağası olur, həm nökəri. Heyvançılıq, xüsusən də qoyun sürüsü çox bərəkətli olur. Sürü hər il artaraq böyüyür, sahibini zənginləşdirir, çoban ailəsinin maddi imkanlarını get-gedə biraz da artırır. Bizim atalarımız da belə çobanlardan olublar. Biz Nərmanla orta məktəbi bitirdik, eyni ildə yaşımız çatdı, ikimiz də orduya əskəri xidmətə getdik. Əskərliyimizi başa çatdırmaq üzrə idik ki, Nərmanın atası ağır xəstəlik səbəbilə rəhmətə getdi. Nərman ordu sıralarından döndü, evin böyük oğlu kimi atasından qalma təsərrüfata sahib çıxdı. Özündən kiçik 3 qardaşını oxutdu, böyütdü, evləndirdi. Kənddə onlara iş verdirdi, ev tikdirdi. Bir sözlə, özündən kiçik qardaşlarını ev-eşik sahibi, ailə sahibi elədi. Özü isə gününü işinə gücünə verdi. O mənim kimi tosmərək olmayıb ha. Nərman yaraşıqlı bir adam olub. Həmişə qüsursuz xarici görünüşü ilə diqqət çəkib. Kişi kimi hər yaşa, hər aşığa sahib olan Nərman kəndin çox qızlarının arzusunu ürəyində qoyaraq evlənmədi. Ancaq elə qoyun quzu ilə uğraşıb durdu. Onun yolunu gözləyən qızların çoxu Nərmandan ümidlərini üzdülər, ailə qurub öz yollarına getdilər. Nəriman əvvəldən də ağır təbiət bir oğlan idi. Atasının vəfatından sonra boynuna düşən ağır yük onu biraz da qaraqava, az danışan hala gətirdi. Ancaq zəhmətkeşliyinə, halal dürüst insan olmağına bugün də söz ola bilməz. Mən səbirsizlik edib soruşdum. Yəni o bugün də yaşayır, həyatdadır? Əlbəttə yaşayır. Nə yaşımız var ki? Olsa 69-70. Məyər yaş dəqiq olmalı deyilmi? Bizdə buna əhəmiyyət verən yoxdur. O sizsiniz şəhərlilər. Hər il yaşınızı qeyd etməkdən, saymaqdan yorulmursunuz. Bizdə yaş əsas deyil. Ad, san, hörmət, izzət əsasdır. Nərmanın da bu mənada həmişə üzü ağ olub, başı da uca. Bugün də belədir. Qaydaq hekayəmizə. Yəqin bilirsən, çobanın həyatı köçəridir. Yayda yaylağa, qışda qışlağa. Nərman da yayda kənddən gedər, sürünü budaqların başındakı yaylıqlara sürərdi. O vaxt hələ anası Bahar xala da sağ idi. Elə hey Nərmanı da evləndirməyə arzu edərdi. Bahar xalanın belə bir niskili var idi. Nərman dağlara çəkilər, ta payızın sonuna kimi dağlarda tək başına yaşardı. Günlərin bir günü axşam düşəndən sonra çoban itləri ağız-ağıza verib hürüşməyə başlayırlar. İtlər sakitləşmədikcə Nərman da yaxınlarda canavar olduğunu düşünür, fənərini də, qoşarlısını da götürüb ətrafı yoxlamağa çıxır. Yataqdan biraz uzaqlaşır, itlərin hücum çəkdiyi yerə yaxınlaşır ki, bu hərayhəşirin səbəbini görsün. Bir də nə görsə yaxşıdır. Görür ki, qayaların dibində bir qadın dizlərini də qucaqlayaraq qısılıb oturub. Nərman fənəri yandırır ki, hər şey daha yaxın görsün. Görür ki, qadının baş gözü qan içindədir. Üstü başı cırıqdır, özü də toz torpaq içindədir. O qadından soruşur. Kimsən? Nəçisən? Burada nə gəzirsən? Qadın əvvəlcə qorxu içində Nərmana baxır, cavab vermir. Ancaq Nərman təkrar soruşanda o da lal dili ilə bir-iki hərəkət edir. Nərman da bu qadının lan olduğunu anlayır.
Nəriman qadını alaçığa gətirir, ona yer göstərir, sonra da soruşur. Anladım ki, sən lalsan. Barı bir şey eşidirsənmi? Qadının başının hərəkəti ilə cavab verir ki, eşidir. Nəriman ona deyir, məndən qorxma. Ancaq əgər bacarırsansa mənə anlat görüm. Başına nə gəlib? Bura necə düşmüsən? Qadın işarə ilə ondan kağız qələm istəyir. Nəriman ona kağız qələm verəndən sonra qadın da başına gələnləri bir-bir yazır. Səndə həmin gün, həmin bu indiki lal deyənin dərəsində bir avtomobil qəzası baş veribmiş ki, bundan Nərimanın xəbəri olmayıb. O da deyim ki, yolun bu hissəsi kəndə gedən yolun ən təhlükəli, ən çox qəzaya səbəb olan hissəsidir. Ha, buralarda çox qəzalar olub, çox canlar gedib. İndi ağac budaqdan görmək olmur, ancaq aşağıda bir maşın qəbirstanlığı da var. Görünür qadının yoldaşı bu yollara bələd deyilmiş, naşı imiş ki, o gündə burada bunlar qəzaya düşürlər. Həmin qəzada adını Qızılgül kimi bildirən bu qadının həyat yoldaşı həlak olur. Qadın da çoxlu xəsarət alır. Qadın handan-hana özünə gəlir, həyat yoldaşının vəziyyətini yoxlamağa çalışır, onun öldüyünü anlayır. O özü də ağır xəsarətlər içində olduğu halda ağlaya-ağlaya dərə ilə bir xeyli yol gedir ki, bəlkə kiməsə rast gələr, kimdənsə kömək istəyə bilər. Ancaq bu tənha yerlərdə heç kimi tapa bilmir, geri gəlir. Bu dəfə də ölmüş yoldaşını yerində görmür. Ətrafda parçalanmış, yanmış maşından başqa bir dənə ins-cins yox imiş. Heç nə başa düşməyin, yuxu ilə gerçəklik arasında qalmış kimi bir durumda olan qadın anlayır ki, artıq kimlərsə ölmüş adamı oradan götürüb aparmışlar. Qadın axşama kimi orada gözləyir ki, bəlkə kimsə gəlib onu da aparar. Ancaq gecə düşəndə anlayır ki, burada onu heç kim axtarmayacaq. Özü öz başına bir çarə qılmalıdır. Yaxşı gecənin səssizliyində hardansa qulağına it hürüşü səsləri gəlir. O da bu səsləri tutaraq Nərimanın çobaq yatağına qədər gəlib çıxa bilir. Bax oğlum, indi buradan baxanda anlamaq olur ki, bu qadının başına gələnlər Allahın yazısından başqa bir şey deyilmiş. Şükür yaradana ki, birini huzuruna apararaq bu qapını bağlayarkən, birinin də ən ümidsiz zamanda üzünə yeni bir qapı açır. Sübhanallah. Ertəsi gün Nəriman qadını da götürüb kəndə qayıdır. Olanları anasına danışır. Anası məsləhət görür ki, gəlini də götürüb Bakıya getsinlər. Polis idarəsindən həmin o dərədə qəzaya düşmüş oğlanın ailəsini tapsınlar, qadını da ərinin ailəsinə təhvil verib dönsünlər. Elə də edirlər. Polis o ailənin ünvanını verir. Nəriman da anası ilə birlikdə bu qadını o ailəyə təhvil verməyə gedirlər. Onlar yenicə qurulmuş yas çadırını görəndə doğru ünvana gəldiklərini anlayırlar. Çadırdan yaşlı bir kişini çağırıb məsələni ona anladırlar. Kişi tez evə girir, oradan bir neçə qadınla çıxır. Qadınlar heç nə demədən lal qadının üstünə cumurlar. Baş gözünü yolmağa başlayırlar. Nəriman qadını onların əlindən güclə ala bilir. Qadın canını zorla onların əlindən qurtarır, qaçıb oradan uzaqlaşır. Nəriman yaşlı kişidən bu hadisənin səbəbini soruşur. Kişi deyir ki, onların bu qəzada vəfat eləmiş Məcid oğulları neçə il imiş ki, bu bir yetimxanada dərs deyirmiş. Orada çalışarkən bu lal qıza aşiq olur. Anasına da bu məsələni açır. Anası belə bir evliliyə qarşı çıxır. Oğluna da bu addımı atmağa qadağan edir. Məcid sirrini qəlbində gizlədir. Elə ki, qızın həddi buluğ yaşına çatır, onu yetimxanadan alıb evə gətirir. Onunla evlənmək istədiyini söyləyir. Ana atası qıyaməti qoparınca Məcid də qızı götürüb evdən gedir. 2 il boyunca onların harada, necə yaşadıqlarından heç birinin xəbəri olmur. Bir də bugün, bu qədər zamandan sonra polis Məcidin meyitini gətirib qapıya qoyur. Məcidin valideynlərinə görə oğullarının başına nə gəlmişdisə, bu lal qıza görə gəlmişdi. Ona görə də canı odlu qadınlar onu parçalamağa hazır idilər. Nəriman peşman Bahar xala ilə evə dönürlərmiş ki, yolun kənarında büzüşüb oturmuş lal qadını görürlər. Nəriman maşını saxlayır, biraz fikirləşir. Bahar xala təşvişə düşür, soruşur. Niyə durdun ay bala? Ana, gəl onu da özümüzlə aparaq. Gördüyün, o burada heç kimə lazım deyil. Getməyə bir yeri də yoxdur. Bahar xalanın dənizi ağarır. Biz onu aparıb nə eləyəcək? Dul bir qadını kənd yerində nə eləyərik? Hərə bir söz deyəcək. Mənim yanımda qalar. Bahar xala evlə bundan qorxurdu. Yox, olmaz. Ağlını başına yığ bala, özünü biabır eləmə. Hələ ərinin torpağı qurumamış lal gəlinin sənin yanında nə işi var? Buna millət nə deyər? Ana, hər şeyi bir yana qoy, Allaha yada sal və mənə bu atacağım addımın Allah qatında nə demək olduğunu söylə. Sən ki iman sahibisən, sən bu işlərin nə demək olduğunu bilirsən.
Onu burdaca qoyub getmək daha yaxşıdır, yoxsa götürüb aparmaq, damımızın altında ona yer vermək, bununla da bir yetimə, həm də lal yetimə sahib çıxmaq. Mənə millətin nə deyəcəyini demə, mənə ürəyinin nə dediyini de. Onun bu sözündən sonra Bahar xala maşından enir, yolun tozunda torpağında büzüşüb oturmuş gəlinin qolundan tutub qaldırır. Gəl qızım, gəl bizimlə gedək. Allah axırımızı xeyir eləsin deyir. Gəlini maşına mindirir. O vaxtdan bu qadın dağlarda Nərmanın yanında qalır. Nərman bu müddət ərzində qadının Məcidlə birlikdə yaşadığı həyatın bəzi xırdalıqlarını öyrənmiş olur. O qəza günü onlar Şamaxının başqa kəndindəki bir qarının yanından qayıdırlarmış. Oraya övladsızlıq dərdlərinə bir çarə tapmaq üçün gediblərmiş. Qadın Məcidlə 2 il birlikdə yaşadığını, ancaq bu müddətdə heç cür hamilə qalmadığından bəhs edir. Məcidlə heç nigahları da olmadığını etiraf edir. Nərman bir neçə müddət düşündükdən, fikirli gəzib dolaşdıqdan sonra qadına ürəyini açır, ona evlənmə təklif edir. Həmin ilin payızında sürü kəndə enəndə Nərman kəndin imamını çağırıb gəlinlə özünün kəbinini kəsdirir. O gündən Qızılgül adlı lal gəlin Nərmanın ömürgün yoldaşı olaraq ömrünü Nərmanla gah yağlaqlarda, gah da qışlaqlarda keçirir. O qəzadan sonra da el içində bu dərə Lal gəlinin dərəsi adını alır. Mən Bakıya qayıdırdım. Hüseyn müəllimin şəxsi təsərrüfatından geniş söhbət açan, özümün də çox xoşuma gələn o məqaləni nəşr etdirdim. Məqalə oxucularda elə bir maraq oyatdı ki, Vidadi müəllim məni yanına çağırdı, təbrik elədi. Sonra da bu mövzuda ikinci bir məqalə də yazmaq xahişi ilə məni yenidən o kəndə ezam elədi. Bu dəfə 3 günlüyünə gedəcəyim bu səfər üçün qapıda xüsusi tapşırıqla məni aparmağa gəlmiş maşın, kənddə də yolumu gözləyən Hüseyn müəllim var idi. Qadir əmi Hüseyn müəllimin sərəncamı ilə dalımca Bakıya qədər gəlmişdi. Mən də ilk məqaləmin uğur qazanmasından ruhlanaraq bu dəfə özüm böyük həvəslə bu ezamiyyətə gedirdim. Mən həvəslə Qadir əminin Mercedesinə minib Şamaxının dağ kəndinə yola düşəndə hələ bilmirdim ki, o gün sadəcə növbəti bir ezamiyyətə deyil, əslində həyatımın dönüş nöqtəsinə doğru yola çıxmışammış. Bilmirdim ki, bu səfərdən sonra mənim həyatımda hər şey dəyişəcək, həm də hər həyat tərzim, həm də yazı üslubum tamamən yeni bir yola girəcək, həm də məni hər cəhətdən məmnun edən bir yola. Məni həm maddi cəhətdən qurtaracaq, həm də mənə haqq elədiyim şöhrəti gətirəcək. Biz kəndə axşam çatdıq. Mən artıq özüm üçün maraqlı bir tapıntı hesab elədiyim Hüseyn müəllimlə çoxdan dostları kimi görüşdüm. Onun istiqanlığında xüsusi bir yer tutan qonaqpərvərliyinə təkrar şahid olunca bu kişinin haqqını verməyi, onun bütün həyatını olmasa da ən önəmli məqamlarını qələmə almağı qərarı aldım. Bu kişi bugünkü halı ilə, bugünkü işgüzarlığı ilə, qabiliyyəti ilə bunu haqq edirdi. Mən bu kənddə qaldığım 3 gündə onun xarakterindəki bir çox müsbət cəhətləri də özüm üçün kəşf edir, yazacağım materialda bunlara geniş yer vermək üçün Hüseyn müəllimlə aramızda yaranan dostluğa da müsbət yanaşır, bu dostluğa güvənirdim. Mənim bu kişidən heç bir umacağım yox idi. Onu da mənim yazacağım məqaləyə ehtiyacı yox idi. O həyatında qazandığı bu son 15 ilin nailiyyətlərini haqqında məqalələr yazılsın deyə qazanmamışdır. O özünə yeni bir yaşam tərzi qurmaq niyyəti ilə işə başlayanda insanlara da yanında iş verərək onlara bu cür yardım eləmək məqsədi ilə hərəkət eləmişdi. Hüseyn müəllim bəlkə də uşaqlığından xəyalında yaşatdığı, imkan düşüncədə həyata keçirməyə başladığı bu yolda hələ 10 il bundan əvvəl qazandığını qazanmışdı, muradına yetmişdi. O xəyalındakı şəxsi təsərrüfatını qura bilmiş, faydasını da həm özü görmüş, həm də bir neçə kəndin ona qədər işsiz gücsüz qalan cəmaatına da daddırmışdı. Mənim söhbət elədiyim hər kəs Hüseyn müəllimdən razılıq edir, əllərini bir parça halat çörəyi çatdırdığı üçün ona dua edirdilər. Bu da az şey değildi. Mən ikinci günün axşamı artıq yazacağım məqalənin qaralamasını hazırlayıb bitirdim. Bu işə çox vaxtım getdi. Nəhayət Murad adlı gənc işlər müdiri gəlib məni yeməyə çağırdı. Hüseyn müəllim məni süfrə başında gözləyirdi. Hər cür nemətdən aşıb daşan süfrədə yemək yedik, söhbət elədik. Hüseyn müəllim mənə irəlidə ancaq qonaq qismində ona qonaq gəlməyi, gələrkən də ailəmi də gətirməyi təklif elədi. Mən ona öz minnətdarlığımı bildirdim. Səhər tezdən yola çıxacağımı bildirərək erkəndən yatmaq üçün ondan izin istədim. O da təbəssümlə üzümə baxıb dedi:
Get yat, get yat. Gənckən mən də yatmağı çox sevirdim. İndi istəsəm də yata bilmirəm. Həm yaşlılıq, həm də işim gücün məsuliyyəti məni yatmağa qoymur. Mən ona xeyirli gecələr arzulayıb otağıma çəkildim. Təzəcə yerimə girib uzanmışdım ki, ağlımda məni nə vaxtdan bəri rahat buraxmayan bir fikir gəldi. Mən hələ keçən səfər burdan gedərkən Qadir əminin mənə danışdığı o Lal Gəlinin dərəsində baş vermiş qəzanın səbəb olduğu o hadisə barədə də bir şeylər yazmaq istəmişdim. Hüseyn kişi barədə yazdığım məqalə başımı elə qatdı ki, bu aralar bu fikir yadımdan çıxdı. Ancaq o axşam yerimin içində mən qərar verdim ki, bu dəfə dönüşdə yolumu Nərmanın yatağından salım, onunla, onun həyat yoldaşı olan o Lal Gəlinlə görüşüm, onların bu qəribə həyat hekayələrindən də maraqlı bir şey yazım. Qadir əmi mənim marağımı, gedib tanımadığım bu insanlarla görüşmək istəyimi heç qəribsəmədi. Nəinki xoş qarşıladı, hətta çoxdan görmədiyi uşaqlıq dostu ilə görüşəcəyinə sevindi. Kamran oğlum, mən həmişə deyirəm ki, yaxşı insanların hər əməli, hər niyyəti həmişə ancaq yaxşılığa xidmət edir, yaxşılığa yol açır. Bax, indi sən də bu niyyətinlə bir kənddə doğulmuş, bir sinifdə oxumuş iki uşaqlıq dostunun görüşünə səbəb olacaqsan. Nəriman Qızılgüllə evləndikdən sonra kənddə onu qınayan çox oldu. Subay qızlar qoyub həm Lal, həm də dul qadınla evləndiyinə dair haqsız şeylər danışdılar. O vaxt Bahar xala o dediqodunun ağrısını çox çəkdi. Yazıq arvad dərd çəkə-çəkə əriyib getdi. O vaxtdan Nərmanın dağdakı yataq yerində özünə gözəl bir malikanə tikdirdi. Arvadını da götürüb ora yerləşdi. Biz də artıq gec-gec görüşə bildik. O dağlarda onların 3 oğlu dünyaya gəldi. Oğlanları böyüdülər, oxudular. İndi oğlanlardan böyüyü kəndin baytarıdır. İkinci oğlanları diş doktorudur. Kiçik oğlunun da özünün şəxsi təsərrüfatı var. Arıçılıqla məşğuldur. Hamısı evli, eşikli, oğul uşaq sahibi. Əlləri də çörəyə çatıb maşallah. Bəs ana-ataları dağlarda tək yaşayırlar, tək yaşayırlar. Onlar o qədər mehriban ömür yaşadılar ki, bu gün də bir kənd oğul uşaqları varkən bir-birinə bəs edirlər. Bu iki insan çox dürüst övladlar yetişdirlər. Oğlanlar onlara tez-tez baş çəkir, hər ehtiyaclarını ödəyir. Nərmanın saxladığı sürünün ətini, südünü onun əvəzindən bazara çıxardırlar. Necə deyərlər, böyük bir ailə bal arısı kimi gecə-gündüz çalışmaqda, halal çörəklərini zəhmətləri ilə qazanmaqdadılar. Sözün açığı, bəlkə kimsə paxıllığından mənim bu deyəcəklərimə deməz, ancaq mən bu ailə ilə hər zaman qürur duyuram. Mən özüm də bilirəm ki, bu hardan ağlıma gəldi, soruşanda ki, Qadir əmi, o qadının sonradan dili açıldı barı. Qadir əmi gülüb dedi, yox, elə bir möcüzə baş vermədi. Ancaq sənə bir söz deyimmi? Bəlkə də Nərimanın elə bəxtəvərçiliyi onda oldu ki, Qızılgülün dili olmadı. Bax bizim qadınlara, nə qədər deyinirlər, nə qədər qeybət edirlər, nə qədər dillərinin ucundan baş ağrısı çəkirlər. Ancaq nə gənclikdə, nə də heç olmasa yaşlar dolduqdan sonra dillərinə sahib çıxa bilmirlər. Sən də bilirsən, qadın tayfası belədir. Özləri ilə bacara bilmirlər ki, bilmirlər. Vallahi bu mənada mən həmişə Nərmana güftə eləmişəm. Quzu kimi dilsiz, ağırsız arvadın ola, ancaq gözləri ilə danışa. Bu da hər kişiyə nəsib olan bir şey deyil. Yenə burada bir tövbə deyim ki, belə sözlər danışdığıma görə Allahın mənə qəzəbi tutmasın. Biz Nərimanın dağlar başında inşa elətdirdiyi möhtəşəm malikanəsinə günorta çatdıq. Görünüşcə bir-birinin tərsi olan güdək boylu, gömbul Qadir əmi ilə uzun boylu, idmançı bədənli Nərman kişi çoxdanın həsrətlisi kimi bir-birinə bərk qucaqlayıb görüşdülər. Qadir əmi onları maraqla izləyib məni göstərib dedi, bax qardaşım, sənə çox maraqlı bir qonaq gətirmişəm. Əslində məndə iş gücdən vaxt olmaz, ancaq bugün bu gənc oğlanın sayəsində səni də görə bildim. Allah ondan razı olsun. Uca boylu, enli kürəkli, həm də qara gözlərinin işığı hələ də qığılcım saçan Nəriman kişi əl uzadıb əlimi sıxanda mənə elə gəldi ki, nağıllardakı pəhləvanlardan biri ilə görüşdüm. O qədər güc-qüvvət hiss elədim bu əllərdə. Nərman kişi bizi evin uzun eyvanına dəvət elədi. Dağ havasının sərinliyində geniş eyvandakı müasir tipli masa arxasında oturduq. Buradan üz aşağı baxanda görünən gözəl mənzərələri seyr elədik. Önümüzdə dağlardan üz aşağı enən sıx yaşıllığın arasından görünən dolambac yollar, arxamızda isə
Özündən də uca, başı qarlı dağlara söykənmiş uca dağlar var idi. Yanımızca bir rəssam da gətirmiş olsaydı, bu görüntülərdən gözəl tablolar çəkə bilərdik. Ürəyimdə fikirləşdim ki, biz də deyirik ki, yaşayırıq. Şəhərin sıxlığı, havasızlığı, dar-darısqal evlərimiz ömrümüzdən kəsir, xəbərimiz yoxdur. Halbuki Nəriman kişi heç kəndin genişliyini də bəyənməyib, dağlara köçmüşdü. Buradakı bu həyatı qoyub başqa bir yerdə yaşamaq istəyənin ağlından şübhə edilə gərək. Elə bunları düşünürdüm ki, eyvanın o başından orta boylu, dolu bədənli bir qadın gəlməyə başladı. O əlində tutduğu sinini güclə gətirirdi. Sini həm çox böyük idi, həm də dolu olduğu üçün ağır idi. Mən cəld qalxıb qadına yetişdim, əlindəki sinini aldım, gətirib uzun masanın tən ortasına buraxdım. Sonra dönüb qadına salam verdim. Qadın üzümə təbəssümlə, başının hərəkəti ilə salamımı aldı. Nəriman tez qalxıb onun qolundan tutdu. Qızılgül, gəl sən də otur. Qadiri də çoxdandır görmürük. Bu oğlan da Bakıdan gəlib. Nə qədər buradakı yaşayışımızdan şikayətimiz olmasa da, qonaqlarımıza etiraf eləməliyik ki, burada insan üzünə həsrət yaşayırıq. Odur ki, sən də gəl otur, biraz insan üzü görək. Qadın da lal dinməz keçib ərinin yanındakı stulda oturdu. Oturan kimi də əl uzadıb gətirdiyi şirniyyatı yerbəyər elədi, çayları süzdü. O öz işini görərkən Qadir əmi ilə Nəriman kişini söhbətə tutmuşdu. Mən isə yaşlının bu çağında da gəncliyindəki gözəlliyindən çox şeylər qoruyub saxlamış yaşlı qadına baxır. Onun hər hərəkətini göz altından izləyirdim. Çöhrəsinin ağı qırmızısı yerində qalmış, üzü həyalı, başı ağ kəlaralı qadının ala gözləri suyun içindəki rəngli daşları aydın göstərən bulaq qədər təmiz, duru və gözəl idi. Onun dilinin əvəzindən danışmalı olan gözlərində gizlənən ifadə də abır həyadan, gənc qızlarda da olmasını arzuladığımız utancaqlıqdan xəbər verirdi. Adama hərdən elə gəlirdi ki, bu qadın bu evə ya dünən, ya da bir həftə öncə gəlin gəlib. Halbuki Qadir əminin dediyinə görə onların böyük oğullarının artıq 45 yaşı var idi. Bir söhbət edə-edə ətirli çaydan bir neçə stəkan içdik. Bu zaman qadın ərinin üzrə necə baxdısa, Nəriman kişi ona mülayim bir səslə dedi: "Yaxşı, get, işlərin bitincə yenə gələrsən." Qadın başı ilə razılıq edib getdi. Mən bayaqdan ürəyimdən keçən bir fikri ona söylədim. Nəriman əmi, mən sizin həyatınızdan, yəni heç kimin qismətinə bənzəməyən bu evliliyinizdən bir şeylər yazmaq istəyirəm. Qadir əmi yolda mənə olanlardan biraz danışdı, ancaq mən hər şeyi sənin öz dilindən eşitmək istəyirəm. Sənin öz dilindən eşitmək tamam başqa bir şey olar da. Hələ bilmirəm yazacağım nə olacaq, ancaq mən bunu çox istəyirəm. Ona görə səndən xahiş edirəm ki, əgər sənə zəhmət olmasa, Qızılgül xala gəlməmiş, o hadisəni lap başdan bir də bizə danışasan. Nəriman kişi qalın qaşlarını çatdı. Bu hardan çıxdı? Belə bir şeyə nə ehtiyac var ki? Mən belə bir şeyə izin vermərəm. Biz burada bütün ömrümüzü huzur içində yaşayırıq. Ömrümüzdən sonunda bizi dilə dişə salıb huzurumuzu pozma oğlum. Qismət idi, bizi rast gətirdi, biz də evləndik. Vəssalam. O gün mən Nəriman əmdən çox xahiş elədim, çox israr elədim. Ancaq bu kişinin dilini çözə bilmədim. O bizə öz həyat hekayəsini danışmaq əvəzinə bizə gözəl günorta yeməyi bişirmiş arvadına süfrəni qurmaqda kömək elədi. Onların ancaq gözləri ilə danışması, bu şəkildə bir-birini anlaması özü mənə elə gözəl, elə maraqlı bir mövzu verirdi ki, mən bilirdim ki, onsuz da bu barədə mütləq bir şeylər yazacağam. Nəriman kişi buna qəti etiraz edəndə mən də ona söz verdim ki, nə yazsam da mütləq qəhrəmanlarımın adını dəyişdirəcəyim. Onların adlarını heç yerdə çəkməyəcəyim. Ancaq bundan sonra Nəriman kişi yumşaldı, dili açıldı. O ancaq bir neçə cümlə ilə həyatını bizə belə anlattı. Dağlar şahidim olsun ki, Qızılgüllə keçən ömrüm bir an belə peşman deyiləm. Onunla birlikdə keçən ömrüm lal dinməz, ancaq sevgi, hörmət, anlayış incə keçdi. Mən ondan elə bilirəm ki, o da məndən heç bir incikliyi olmadı. Düz deyirəmmi Qızılgül? Qızılgül əvvəlcə təbəssümlə başını tərpətdi, bununla da ərinin dediklərini təsdiq elədi. Sonra utanaraq tez başını aşağı saldı. Mən bu səfərdən çox məmnun qayıtdım. İşdən izin alıb bir həftə evdə qaldım və o düşündüyüm yazını yazmağa başladım. Əvvəlcə sadəcə bir məqalə kimi yazmaq istədiyim mövzu içindən su qaynayan bulaq kimi aşıb daşdı, sonunda böyük həcmli bir romana çevrildi. Mən onu bir də nəzərdən keçirtdim. İlk dəfə qələmimdən çıxmış bir roman qismində onu hazırlayıb nəşrə verdim. Kitabım o qədər uğurlu oldu ki,
Bir ayın içində satıldı, təkrar nəşrə verildi. İlk romanım mənə heç vaxt əlimə almadığım həcmdə bir qərar da gətirdi. O vaxtdan mən də jurnalistlik fəaliyyətinə son verərək işdən çıxdım, özümə çox qiymətli bir şey, bir azadlıq bəxş elədim. Romançılığa başladım. Nəriman kişi ilə Qızılgül xalanın həyat hekayəsindən bəhs edən mənim də ilk romanım olar. Dağlar şahidim olsun romanı həm məni oxuculara tanıtdı və sevdirdi, həm də mənim həyatımı kökündən dəyişdi. O vaxtdan oxucular məni uğurlu bir romançı kimi tanıyır. Yazdığım kitablar əl-əl gəzirdi. Mən də bundan əvvəlki qaçaqovlu həyatdan məni qurtaran, sadəcə öz həyat hekayələrini yaşamaqla mənim kimi qələm sahiblərinə mövzu verən, bununla da Allahın rızası ilə öz yolunu cızmaqda mənə yol açan, bu yolun açılmasına səbəb olan o sadə insanlara hər zaman duacıyam. Biz insanlar bir-birimizdən ayrı ömür sürsək də, eyni planetdə yaşadığımız üçün unuduruq ki, kimsə öz yaşayışı ilə, tutduğu mövqe ilə, göstərdiyi nümunə ilə daha neçə-neçə insanın həyatının dəyişməsinə, bəzən mənfi, bəzən də ibrətamiz təsir göstərməsinə səbəb ola bilir. Bizim zaman-zaman dəyişən həyatımızda başqa həyatların izləri də, təsiri də öz rolunu oynamış olur. Ancaq çox zaman bizim bundan xəbərimiz olmur. Son. İnşallah növbəti 39-cu kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.